Salam aleykum, hardayam? Sultəpənin özündəyəm, Kolanın yanında. Bir dənə milyonerlər məhəlləsində. Hər ərazinin milyonerlər məhəlləsi, orada burada. Bir dənə çölükdən tanış olaq. Məhəlləyə bax. Məhəllə çox gözəldir də. Məhəllənin genişliyinə bax. Hər şey gözlənir. Böyür başında bir dənə balaca ev yoxdur. Hamısı bahalı evlər, baqat evlərdir. Yalüz qapısına qədər var. Bir həyətdə 2 evdir. Biri odur, 300 manata kirayədədir. Onun giriş ayrı, bunun da giriş ayrıdır. Yəni həyətinə baxın, geniş həyəti var. Qazı, suyu, işığı, mərkəzi kanalizasiya, yəni yaşayış üçün hər şey var. Şəxsi tikili evdir, proyekt də gözəl proyektdir bax. Maşının girdi, harca 4-5 maşınlıq həyətim var. Qiyməti yaxşıdır. 300 manata gəlirim var. Aydan aya qalsın kirayə içində 300 manat verir. Və qohumsansa ailədə, yəni 2 dənə ailəsizsə, ailənin biri orada da yaşaya bilər və arxasına qədər fırlana bilirsən evin. Yəni, evin içərisi də təmirlidir. 3 budur, 2 də budur. Ümumilikdə 5 otaqdır. Çöldə də ayaq olsun var, evin içərisində də var. Kombisinə qədər hamısı var. Burada gəldik. Hamam sanuzeli, o da tam təmirdir. İçəridə də var, çöldə də var. Bir dənə buradan həyətinə bax. Balkonda elə durursan, adam ürəyi açılır. Yeri gözəl yerdədir. Metroya buradan çox yaxın məsafədədir. Yəni burada qəşəng zalı var, ölçüyə var, geniş zalı var. Yəni metroya buradan hardasa maşınla bir 3-4 dəqiqəlik məsafədəsən. 3-4 dəqiqə maksimum məsafədəsən. Yəni yeri çox rahat yerdədir. Buradan gəldik. Bir dənə burada böyük yataq. Otaqları genişdir. Şəxsi özünə tikdiyi üçün otaqları geniş qoyub. Bütün otaqlarda radiator var. Ölçüyə bax, çox böyükdür. Qiyməti yaxşı, evin özü yaxşı. Qiymət haqqında da məlumat verim sizə. Bir dənə də burada böyük yataq otağıdır. Ölçüləri görürsünüz. Pəncərə raşotkalarına qədər hamısı var. Qiyməti 122 min manatadır. 2 ev, bir ev yox. Birini alırsan, birinə pay götürürsən. Yaxşıdır, aydan ay gəlirin də var. Yerin gözəl, məhəlləsində, normal bir yerdə. Burada ərdam üçün düzəldim. Artıq nəsə olsa olmalı. Burada da hamam sanuzeli var. Burada da bir dənə mətbəxlidir. Orta remontlu evdir. Deyim, lüks remontu var, yox. Orta remontlu mini villa cığıb. Əlaqə saxlayın inşallah. Hər kimdə Sultəpədə evin satırsa, əlaqə saxlasın. Tez vaxtda yoluna qoyaq. Özü bir üstə bir gün, 2 gün çəkir bizdə. Sağ olun, var olun.